Mən Alcanov Elçin Eldaroğlu, Qəbələ rayonunun İş qəsəbəsində anadan olmuşam. Deməli, gözümü açandan görmüşəm ki, hamı fındıqçılıqla məşğuldur. Mən özüm fındıq tədarükü ilə məşğulam. 2004-dən, əsgərlikdən gələndən sonra baxdım ki, yəni bizdə fındığın bol olduğuna görə dedim, bəlkə fındıqdan başlayayım. Bu da şükür Allaha başladıq. Yəni bugünkü günə görə qədər də fındıq alışı ilə, tədarükü ilə məşğuluq. Gəlir də qane edir. 2004-də alışa başlayandan sonra deməli, hətta fikirləşdim ki, bağ da salmaq lazımdır. Bircə alqı-satqı olmasın. Bağlar yetişdirdik, əkdik, becərdik. Sonda 2008-də gəldik, yaxın bir adamımız var idi, gəldi. Dedim, Zaqatalaya fındıq satmaq istəyirəm. Dedi, ən yaxşısı, ən güclüsü, çox alan, keyfiyyətli, yaxşı qiymətə alan Azərsun Holdingin fındıq emalı zavodudur. Gəldik, orada 2008-də tanış olandan sonra 2008-dən bəri də Azərsun şirkəti ilə əməkdaşlıq edirik. Əvvəllər bağa düzgün qulluq etmirdik, deməli, bildiyimiz kimi qulluq edirdik. Sonradan bu işlə məşğul olandan sonra maraqlandım, öyrəndim ki, bağa düzgün qulluq necə etmək lazımdır, budamasını necə aparmaq lazımdır, gübrəsini nə vaxt vermək lazımdır, suvarmaları nə vaxt vurmaq lazımdır. Bu prosesləri öyrənib biləndən sonra, bu qaydada bağa qulluq edəndən sonra məhsullarımız daha da artdı, daha da keyfiyyətli oldu. Deməli, məhsulu rahat satdığımıza görə başladıq bağlara qulluq eləməyə. Bağlarda budama işləri apardıq, gübrələmə işləri, sulama işləri, hətta ağaçları ziyan verici həşəratlardan qorumaq üçün dərmanlar lazım olan tədbirləri görürük. Cəmaatda maraq yaranıb bağlara qulluq eləmək, məhsuldarlığı artırmaq, yığdığı məhsulu çətinlik çəkmədiyi üçün, satış üçün. Buna görə cəmaat fındıqçılığa, bağçılığa üstünlük verməyə başlayıb. Deməli, gələcək üçün də planımız odur ki, bağları artıraq, fındıq bağları çox genişləndirək, çox əkək, hətta başqa rayonlarda da əkək, cəmaatı cəlb eləyək, cəmaatın da iş yeri olsun. Sonda da bağları yetişəndən sonra həmin bağlardan məhsul götürsünlər, gəlir götürsünlər. Yəni gələcək planımızda işi fındıqçılığı daha da genişləndirməkdir.